Salam əziz şagirdlər və valideynlər, Parlaq Beyin kanalıma xoş gəlmisiniz. Bugünkü videomuz 5-ci sinif Namazov qiymətləndirməsindən natural ədədlərin vurulması B variantını işləyəcəyik. İlk öncə onu qeyd edeyim ki, mən onlayn həm də ayani, qrup və fərdi şəklində riyaziyyat dərslərini tədris edirəm. Kim istəsə bu nömrə ilə əlaqə saxlaya bilər. 077 596 66 59. Burada həm WhatsApp, həm də zəng vasitəsilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək sualımıza. B variantı birinci sual. 31-dən sonra gələn 2 ardıcıl tək natural ədədin hasili ən kiçik 4 rəqəmli ədəddən nə qədər çoxdur? Gəlin bunu işləyək. 31-dən sonra gələn 2 ardıcıl tək natural ədədin hasili. 31-dən sonra gələn biri 33-dür, digəri də 35-dir. Düzdür? 2 dənə ardıcıl istəyir və natural, tək natural. Bunların hasilini tapacağıq. Ən kiçik 4 rəqəmli ədəddən nə qədər çoxdur? Ən kiçik 4 rəqəmli ədədimiz neçədir? 1000. Düzdür? Bunun hasilini tapacağıq. Görək bu 1000-dən nə qədər çoxdur? 5 vur 3 15, 5 yazırıq bir yadda. 5 vur 3 15, bir də yadda 16. 3 vur 3 9, 3 vur 3 9. 5 üst 5, 6 üstə gəl 9. Eləyir 15, 5 yazırıq bir yadda. 1 üstə gəl 9, 10, bir də yadda 11. 1155. Deyir, ən kiçik 4 rəqəmli ədəddən nə qədər çoxdur? Ən kiçik 4 rəqəmli ədədimiz 1000-dir. 1155-dən çıxacaq 1000. Görək nə qədər çox eləyir. 5, 5 çıxdı. 1, 155. 155 faiz çoxdur. Yəni B variantı. Sonra 2-yə baxaq. Deyir, biri 84, digəri isə bundan 2 dəfə böyük olan 2 ədədin hasilini minliklərə qədər yollaşdırsaq neçə alınır? Gəlin baxaq, görək. Bizdən nə istəyir? Deyir, biri 84-dür, digəri isə bundan 2 dəfə böyük olan 2 ədəd. Digər ədədi tapaq. 84 isə 2 dəfə böyük. 2-yə vuracağıq. 2 vur 4 8, 2 vur 8 16, 168. Digəri 168-dir, o birisi də 84-dür. Bunun hasilini tapıb minliklərə qədər yollaşdırmalıyıq. Yəni 168 vur 84. Yəni hesablayaq. 4 vur 8 32, 2 yazırıq 3 yadda. 4 vur 6 24, 3 də yadda 27. 7 yazırıq 2 yadda. 4 vur 1 4, 2 də yadda 6. 8 vur 8 64, 4 yazırıq 6 yadda. 8 vur 6 48, 6 da yadda 54. 4 yazırıq 5 yadda. 8 vur 1 8, 5 də yadda 13. 2, 7 üstə gəl 4 11, 1 yazırıq 1 yadda. 6 üstə gəl 4 10, 1 də yadda 11, 1 yazırıq yenə 1 yadda. 3 1 yadda 4 və bu 1-i də köçürürük. Elədi 14112. Bunu nə edir? Minliklərə qədər yollaşdırsaq. Minliklər. Minliklər mərtəbəsi hansıdır uşaqlar? Təklik onlu yüzlük minlik. Baxın budur. Biz bunu minliklərə qədər yollaşdırırıq. Sağına baxır. 4-ün sağında 1 durur. Dedik ki, əgər altından xətt çəkilmiş mərtəbənin sağ tərəfində 0, 1, 2, 3, 4 rəqəmləri durursa, deməli həmin mərtəbə olduğu kimi qalır və sonraki rəqəmlər sıfırlanır. Yəni bu 1, 4 olduğu kimi qalacaq, sonrakilər sıfırlanacaq. 14000. Yuvaqlaşdıranda eləyəcək 14000. B variantı. 2B. Bunu dairəyə alın. Sonra 3-ə baxaq. İfadəsinin qiymətini tapın. Uşaqlar. Bunu necə tapacağıq? Baxın, bu mötərizənin içərisini sizcə vurmanın hansı xassəsini istifadə edərək tapa bilərik? Sizcə? Mən vurmanın burada paylama xassəsindən istifadə edəcəm. Necə istifadə edəcəm? Sadəcə mötərizənin içərisində söhbət gedir. Burada hər ikisində ortaq vuruq hansıdır uşaqlar? Görürsünüz 73 burada da var, burada da var. Deməli mən həmin 73-ü mötərizə xaricinə çıxarıram. Vurulsun, mötərizə açıram. Burada hansı vuruq qaldı? 73-ü çıxartdım, 69 qaldı. Üstə gəl, ortada çünki üstə gəl var. Digərində 73-ü çıxartmışam, 31 qalıb. 31. Mən bunu əlverişli yolla paylama xassəsini istifadə edərək tapacağam. Vurulsun 12. Gəlin 73 vurulsun 69 üstə gəl 31 bizə verir 100. Yəni 73-ü 100-ə vuracağıq, sonra vuracağıq 12-yə. Bu daha əlverişli üsuldur. Nəinki bunları bir-bir vurmaq, toplamaq, sonra daha böyük ədəd alınır, sonra onu 12-yə vurmaq. 73-ü 100-ə vuracağıq. Eləyəcək 7300. 7300-də vurmalıyıq 12-yə. Görək neçə eləyir? 7300 12-yə vuraq. Mən bunu sileyim uşaqlar. Deməli 7300-ü mən 12-yə vururam. 2 vur 0, 0, 2 vur 0, 2 vur 3, 6, 2 vur 7, 14.
1 vur 0 0, 1 vur 3 3, 1 vur 7 7. 0 0 6 7 8 87.600. Deməli bu ifadənin qiyməti 87.600. Yəni C variantı elədim. Aha. Bunu biz paylama xassəsini istifadə edərək ortaq vuruğu mötərizə kənarına çıxartdıq. İndi isə 4-ə baxaq. 4-də deyir ki, A-nın hansı qiymətində, A-nın hansı ən böyük natural qiymətində A çıx 783 kiçikdir 23 vur 91 hasilinə. Bu müqayisəsi doğrudur. A-nın hansı qiymətində? Aha, 23-ü 91-ə vuraq. Görək neçə eləyir. Yəni nə deməkdir ki, A-dan biz 780 çıxmalıyıq. Həmin cavab bu tərəf. Bundan kiçik olmalı. 23-ü 91-ə vuraraq görək nə alırıq biz. 1 vur 3 3, 1 vur 2 2, 9 vur 3 27, 7 yazar 2 yatda, 9 vur 2 18, 2 də yatda 20. 3, 9, 0, 2. 2093 elədi bu tərəf. 2093 düzdür. İndi mən bunu yeni səhifədə yazıram. A çıx 783 elədi 2093 düzdür. Aha. Mən bunu normal çıxma, yəni A-nı necə tapacağıq? Əgər normal bərabərlik olsaydı, A-nı biz belə taparıq. 2093-ün üzərinə 783 gələrdi, düzdür. İndi də elə tapırıq. Amma burada bitmir də, yəni bunun ardı da var. Bir normal olaraq A-nı tapaq görə neçə eləyir? Sadəcə A-nı burada toplayacağıq. 17, 71 yazır. Yat 1 yata 7, 1, 8, 2. 2876 elədi, düzdür. İndi mən 2876 yazsam, çıxsam 780, bu buna bərabər olacaq. Amma deyir ki, bundan kiçik olmalı. Bu cavabda 2093-dən kiçik olmalı. Kiçik olması üçün mən 2876-nı bir vahid kiçiltməliyəm ki, bu ədəddən kiçik olsun. Bir vahid kiçildirəm bunu. Yəni 2876-dan çıxıram 1 qalır. Bərabərdir 2875. Bildinizsə, normal halda mən A-nı necə tapırdım? Bunu toplayasıydım, düzdür. Topladım, aldım 2876. Amma bu A-nın yerinə 2876 yazsam, burada bərabərlik yaranacaq. Amma buradan bizdən istəyir ki, sol tərəf daha kiçik olsun. Daha kiçik olması üçün A-nın qiymətini, normal bərabərlikdəki qiymətini bir vahid kiçik götürürəm. 2875 olsun. Hansı variant oldu? 2875 C variantı. 4C. Aha. İndi 5'ə baxaq. Səmra biri 30 qəpikdən 4 qələm, biri 60 qəpikdən 6 dəftər aldı. Səmra aldığı şeylərə nə qədər pul verdi? Gəlin baxaq. 30 qəpikdən 4 qələm. 30'u vururuq 4'ə. Neçə eləyir? 120. 120 qəpik elədi, düzdür. Sonra 60'ı da vururuq 6'ya. Bu da elədir 360 qəpik. İndi 120 ilə 360 qəpik toplayaq. Axırda manata çevirək. Bərabər 480 qəpik. Düzdür. 480 qəpik. Belə deyim, 100'ə böləndə 480'i. Burada düşür 4 tam. Yəni 4 tam düşür. Bu 4 tam manatdır. Yəni bunu manata çeviririk. 80 də qəpikdir. Yəni 4 manat 80 qəpik. Hansı variant oldu? A variantı. 5A. Sonra 6'ya baxaq uşaqlar. 6 nədir? A çıx B 318 olarsa 35 vur A çıx 35 vur B ifadəsinin qiymətini tapın. Aha. İndi yenə bu mən ifadəni, belə də vurmanın paylama xassəsini istifadə edərək ifadəni biraz daha sadələşdirmək istəyirəm. Deməli burada nə edəcəm? Mən hər ikisini də görürsüz, burada yazdım 35 vur A çıx 35 vur B bərabərdir. Burada hər ikisinin ortaq vuruğu 35. Düzdür. Həmin ortaq vuruğu mötərizə xaricindən çıxarıram. Buruzun bir mötərizə açıram. Burada qalır A. Burada sonra çıx, sonra B. A çıx B. Aha. İndi 35 vurulsun. A çıx B-ni də bizə verib kitab. 318. Yerinə qoyuram. 318 bərabərdir. İndi 35'i 318'ə vuraraq mən cavabı alacağım. 318 vur 35. 8 vur 5 40 0 yazılıb 4 yaxda. 5 vur 1 5 4 yaxda 9. 15 5 3 vur 15. 3 vur 8 24. 4 yazılır 2 yaxda. 3 vur 1 3 2 də yaxda 5 3 vur 3 9.
Demək 0, 9 təqəl 4, 13, 3 yazırıq. 1 yadda 10, 1 də yadda 11, yəni 1 yadda 10, 1 yadda 11. Elə də 11130. Görək belə cavab varmı? 11030 bəli var. D variantı. 11130 elə də D variantı. 6 D. Sonra 7-yə baxaq. 7-də nə deyir? Birinin ölçüləri 25 metr və 18 metr, digərinin ölçüləri isə 36 metr və 15 metr olan iki düzbucaqlının sahələri cəmi neçə kvadrat metrdir? Aha. Və düzbucaqlının, deməli birincinin düzbucaqlının sahəsini tapacağıq. İkincinin də sahəsini tapacağıq və bunların cəmlərini istəyir, sahələri cəmi. Gəlin birinci düzbucaqlının sahəsini tapaq. Deməli S1 bərabərdir A vur B, yəni ölçülərin eninin uzun, yəni A vur B bərabərdir. Yerinə qoyacağıq 25. Gəlin 25-i 18-ə vuraq, görək neçə eləyir. 8 vur 5 40, 0 yazaq 4 yadda, 8 vur 2 16, 4 yadda 20, 1 vur 5 5, 1 vur 2 2. 0 5 4 450 elədi. Deməli birincinin sahəsi 450 kvadrat metr. Sonra ikinciyə baxaq. İndi S2 bərabərdir yenə A vur B, o da bərabərdir. İkincinin ölçüləri 36 15. Yəni 36 vur 15. İndi görək bu neçə eləyəcək. 36 vur 15. 5 vur 6 30, 0 yazır 3 yadda, 5 vur 3 15, 3 də yadda 18, 1 vur 6 6, 1 vur 3 3. 0 8 də 6 14 4 yazır 1 yadda, 1 üstə gəl 3 4, 1 də yadda 5 540. 540 kvadrat metr. İndi bunların cəmini istəyir. Yəni 450 üstə gəl 540. Bu da bərabər 990 kvadrat metr. 990. Aha, C variantı. Deməli 7 C. Sonra 8-ə baxaq. 3 ədədin hasili 25, cəmi isə 21-dir. İkinci ədədlə 35-in hasilini tapın. Aha. Maraqlıdır, görək. Necə eləyəcəyik bunu? 3 ədədin hasili 75. Məsələn, 15 vur 5 ola bilər. 15 vur 5, bu ilə 75. Sonra 1-ə də vuraq, çünki 3 ədəd deyir. 75 düzdür. 15 üstə gəl. İndi deyir cəmi 21. Görə cəmi 21 verir. Bəli, 15 üstə gəl 5, 20 üstə gəl 1, 21. Bu həmin ədədlər. İndi ikinci ədədlə 35-in hasilini tapın. Aha. İkinci ədədimiz 5-dir. 35-i 5-ə vuracağıq. Bu da eləcək nə? 150, o da 25, 175. D variantı. 175. Bu da D variantı eləyir. 8 D. 8 elədi. D variantı. İndi 9-a baxaq. A, ən kiçik 2 rəqəmli ədəd. B, 32-dən sonra 2 ilk 3 ədəd. C, onluqlar mərtəbəsi 8 olan ən kiçik 2 rəqəmli ədəd olarsa 4 vur A, üstə gəl 5 vur B, çıx 2-ci ifadəsinin qiymətini tapın. Gəlin baxaq. Buranı da sileyim. Burada mənə lazım ola bilər. A, indi A nədir? Ən kiçik 2 rəqəmli ədəd. Ən kiçik 2 rəqəmli ədəd 10-dur. Sonra B, 32-dən sonraki ilk cüt ədəd, yəni 34. 32-dən sonra 33-dür. Amma cüt deyilsə 34-ü götürürük. C, onluqlar mərtəbəsi 8 olan, aha, 2 rəqəmli ədəd 8 olan, ən kiçik 2 rəqəmli ədəd 80-dir. Baxın, bu təklif mərtəbəsi, bu da onluq. Onluq mərtəbəsi 8 olan ən kiçik deyil, sonuna 0 yazacaq. 80 və 2 rəqəmlidir. İndi yerinə qoyaq. 4 vur A. 4 vur 10. Üstə gəl 5 vur B. 5 vur 34. Sonra çıx 2C. 2 vur 80. Bərabərdir. 4 vur 10 40 edir. 40 üstə gəl 5 vur 34. Bu edir 150, 20, 170. Çıx 2 vur 80, 160.
Deməli 40 üstəgəl 170 elədi 210. 210-dan 160 çıxır. Bu da qalır 50. Yəni A variantı 9A. İndi bunu bildiniz. Ona baxaq. Ha, onda da vurmadır. Vurmadır və A ilə B-ləri biz müqayisə etməliyik. Gəlin hesablayaq. Bunu silirəm. Bildiniz yəqin ki, bunu başa düşdünüz. Nəyi də başa düşməsəz uşaqlar, yorumlarda mənə qeyd edin. Mən onu həmən cavablayayım sizə ki, yəni niyə elədi və yaxud da ki, nəyə görə. Düz burada açıq aydın danışmağa çalışıram. Amma yenə də 36-nı vuracağıq 1001-ə, sonra B-ni tapacağıq. Sonra görə arasındakı hansı əlaqələr var. Deməli, gəlin vuraq. 6 vur 1, 6. 6 vur 0, 0. 6 vur 0, 0. 6 vur 1, 6. 3 vur 1, 3. 3 vur 0, 3 vur 0. 3 vur 1, 3. Toplayaq. 6, 3, 0, 6, 3. Elədi 36.036. Düz, indi 63-ü vuraq 642. Mən burada sadəcə bunu buraya yazıram. Qalanını silirəm. Çünki yer məhdudiyyəti var burada uşaqlar. İndi B-ni tapaq. B bərabərdir. 642-ni vuraq 63-ə. 63-ə. 3 vur 2, 6. 3 vur 4, 12. 2 yazırıq 1 yadda. Sonra 3 vur 6, 18. 1 də yadda 19. 6 vur 2, 12. 2 yazırıq 1 yadda. 6 vur 4, 24. 1 də yadda 25. 5 yazır 2 yadda. 6 vur 6, 36. 2 də yadda 38. 6 toplayırıq 4. 9, 25, 14. 4 yazırıq 1 yadda. 8, 9, 1 yadda. 10, 0 yazırıq 1 yadda. 4. Elədi 40.446. Bunu da yazıram bura və kiçildirəm biraz. Qalanını silirəm. Deməli A ilə B. Burada B böyükdür. B böyükdür. 40.000 daha böyükdür. C gedir. Başqa da nə deyir? Fərqi 4410. Görək fərqi B-dən A-na çıxsaq 4410 eləyər. Yox. Çünki daha kiçik rəqəm eləyir. Aha, çıxa bilərik. Gəlin çıxaq. 40.446 çıx. 36.036. 6-dan 6 çıxırıq 0. 4-dən çıxırıq 1. 4-dən 0 çıxırıq 4. Buraya 4. 4410. Hə, bu da ola bilər. Deməli, 1-ə gedir B-nin böyük olmağı, yəni C. Sonra nəyə gedir? Fərqi D. 1-ə gedir C-dən D. İndi 2-ni tapaq. 2 də nə deyir? 72 vurur 802. Bunu bildiniz də uşaqlar. İndi bunu silirəm. 802-ni 72-yə vuraq. 2 vur 2, 4. 2 vur 0, 0. 2 vur 8, 16. 7 vur 2, 14. 4 yazırıq 1 yadda. 7 vur 0, 0 1 də yadda yazdıq. Burası 7 vur 8. Eləyəcək 56. Toplayaq 4, 4, 7, 7, 5. Elədi 5000, 57.744. Bu oldu A. Bunu yazıram A bərabərdə 57.744. İndi B-ni hesablayaq uşaqlar. Deməli 2132 vur 27. 7 vur 2, 14. 1 yaz, 7 4 yaza 1 yadda 21 1 22 2 yadda 7 2 9 7 vur 2 14. 2 vur 2 4 2 vur 3 6 2 vur 1 2 2 vur 2 4. Toplayaq. 4 6 15 5 yazır 1 yadda 6 1 7 5 57.564. Aha. Burada nə böyük oldu? A böyük oldu, düzdür. A'mız böyükdür. Sonra nə var? A-dan B-nin çıxanda deyir 180 eləyir. Gəlin çıxaq. Elə buradaca çıxaq da. Bunu mən qırağa çəkirəm. Çıxaq.
0, 8. Buradan 1 vermiş. 6'dan 5 çıxdı. 1, 180. Bəli. Deməli, çıxması da elədi 180. Burada bura aiddir. A çıx B bərabərdir 180. Deməli, 2 yerine getdi. Bir bu, yəni A-nın böyük olması, yəni B variantı. Bir də fərqi 180 Y. B ilə Y. 2 getdi B ilə Y. Yaxşı uşaqlar. 3-ə baxaq. 3-də də deyir, bunu mən belə deyim. 288 hər ikisində var, düzdür? 288 vurğu hər birində var. Bir də 36 vur 4, 16 vur 9. Mən burada vurğuların yerini dəyişəcəm. Görüm, mən lazımdır ki 36 vur 4 və 16 vur 9. Əgər bunlar ikisi də eynidirsə, deməli 288-ə vuranda ikisi də bir-birinə bərabər cavablar alacaq. Gəlin görə 36 vur 4 neçə eləyir? 4 vur 6 24, 4 yazır 2 yatdı. 4 vur 3 12, 2 də yatdı 14. Sonra 16 vur 9. 9 vur 6 eləyəcək 54. 4 yazırıq 5 yatdı. 9 vur 1 9, 5 də yatdı 14. 144 elədi. Deməli bunların hasili 144 olduğunu 144 200 vur 288 bu A eləyəcək. B də 144 vur yeni 288. Bu da B eləyəcək. Yəni ki, vurmağa ehtiyac yoxdur. Rəqəmlərindən də görünür ki, A ilə B-nin hasili bir-birinə bərabər olacaqdır. İndi bunları silirəm. Yəni A ilə B bərabərdir bir-birinə. Bunda da 3-cü variant. 3-ə yəni A gedəcək. 1-ə C-dir, 2-yə B-yə, 3-ə A. Yaxşı uşaqlar, bugünlük bu qədər. Nə sualınız olsa yorumlarda qeyd edərsiniz. Hələlik videonu bəyənməyi unutmayın və kanala abunə olun ki, növbəti videolardan xəbərdar olasınız.